Elçin bəy, mən bir məsələni istəyirdim sizdən soruşmaq. Keçən dəfə Əjdər Tağzadə o ifadəni bizim efirdə işlətdi. Dedi ki, zamanında Qum şəhərinin də eynən Vatikan formatında Şiə dünyası üçün bir müqəddəs məkan, fərqli bir yəni siyasi pozisyonda olması haqqında müzakirələr gedirdi İran içərisində, amma Tehran buna getmədi. İnqilabdan sonradan təbii ki, söhbət gedir. Sizcə Tehran buna niyə razı olmayıb? Mən maraqlıdır sizin bu suala necə cavab verəcəyiniz. Yəni Vatikanın bir üst pillədə olması Katolik dünyası üçün əslində bir president yaradıb. İslam dünyası isə bundan istifadə etmir. Təbii ki, burada dini səbəblər falan hər şey müzakirə edə bilərik, amma biz bilirik ki, bunun əsas səbəbi siyasidir. Sizcə o siyasi səbəb nədən ibarətdir? Əvvəla ona bildirim ki, Qum Hövzə mədrəsəsi, ora Hövzə deyirlər. Qum Hövzəsi çox nüfuzludur, çox ciddi alimlərimiz var orada. Azərbaycanlı alimlərimiz, ayatollalar da var. Biz ayatollah deyəndə başında əlləri titrəyən və yaxud da belə bir negativ bir obraz gəlir. Bəli, ayatollahın əksəriyyəti negativ adamlardır. Amma aralarında aydın, ziyalı, ağıllı adamlar da var. Məsələn, Qərbdəki Cambridge, Oxford, Yale, Harvard Universitetinin doktorları, professorları olan ayatollahlar da var. Nüvə fizikasından məsələn, oturub dünyanın ən məşhur nüvə fizikləri ilə diskussiya aparan, biləcək biliyə savada malik ayatollahlar var. Bu öz yerində. Sadəcə olaraq Ayatollah Təbətai, Ayatollah Gülpeyqani və Ayatollah Lənkərani vaxtından Qum Hövzəsinin Şiəliyin mərkəzinə dönməsi ilə bağlı geniş müzakirələr gedir. Sizlə tamamilə razıyım və Əjdər bəy də dediklərinə razıyım. Belə bir müzakirənin vaxtı olub. Fəqət ki, Şiəlikdə iki anlayış var. Xəlvətiyyə və təkiyyə. Bunlardan ikisindən birini Qum Hövzəsi seçməli idi. Əgər seçərdirsə, biz Cəfəri Şiəliyindən bəhs edirik. Cəfəri Şiəliyi təkiyyəni seçib həmişə. Təkiyyəni seçdiyinə görə də Suriyada dərzilərlə, onlara duruz deyirlər, dərziyyə mənsəbinin davamçıları olar. Onlar özünün müvahidin deyirlər. Müvahidinin davamçıları onları cəlb edə bilərdilər. Amma Qum özünü mərkəz elan etsə, avtomatik olaraq xəlvətiyyəni seçmiş Nəcəflə düşmən olacaqlar. Unutmayaq ki, Şiəliyin ideoloji mərkəzi Qum deyil. Şiəliyin ideoloji mərkəzi Nəcəfdir. Və Ayətullah Sistani, Allah ona ömür versin, İraq şiələrinin yox, bütün dünya şiələrinin dini rəhbəri ola biləcək bir şəxsidir. Sadəcə könüllü olaraq hakimiyyət sevdasından geri çəkilib və bütün dünya şiələrinə Ayətullah üzması, yəni rəhbəri hal-hazırda Ayətullah Seyyid Əli Xamneydir. Digər tərəfdən, Qum ideologiyasında, vilayət-i fəqihdə, hansı ki İran 1979-cu ildən bu ideologiya ilə idarə olunur. Vilayət-i fəqihdə mərkəz anlayışı yoxdur. Vilayət-i fəqih sadəcə rəhbər anlayışı nəzərdə tutur. Rəhbər o kəsdir ki, o adam bütün şiələrə fətva verə bilər. Və onun fətvası konstitusiyadan da üstündür, prezidentin qərarından da üstündür, parlamentin ratifikasiyasından da üstündür və s. və s. və s. Bu səbəbdən, məhz bu səbəbdən İranlı diplomatlar, siyasətçilər, dövlət adamları Qərbi inandırmaq üçün deyirlər ki, rəhbərin fətvası var, biz nüvə bombası əldə edə bilmərik. Və salam, fətvadan yüksək heç nə yoxdur şiələr üçün, Cəfəri şiələri üçün. Amma Sistaninin yanaşması, xəlvətiyyə yanaşması olarsa, burada ikinci bir problematika yaranır. İran şiələri və o cümlədə İranın təsirində olan Azərbaycan şiələri üçün özünə bir təqlid mərcəsi, yəni mərcəyi təqlid seçmək şərtdir, vacibdir. Hər bir şiənin təqlid dedikdə mən yamsılamağı nəzərdə tutmuram. Sadəcə sualları olanda ona müraciət etməsi və yaxud da ondan faydalanması ruhi, mənəvi və dini biliklər baxımından bir mərcəyi təqlidi olmalıdır. Həm Azərbaycan şiələrinin, həm İran şiələrinin, o cümlədə Bəhreyn, Oman və digər şiələri. Amma
Sistaninin fətvalarında mərci təqlid anlayışı yoxdur. Bu, hakimiyyətin parasels bölünməsi deməkdir. Məhz bu səbəbdən Nəcəf özünü mərkəz elan etmir. Qumu hissləndirməmək üçün, Qum özünü elan etmir şiəliyi daha da parçalamaq üçün. Çünki məsələ düşündüyünüzdən də incədir. Burada söhbət yaxın şərqdən, ümumiyyətlə böyük yaxın şərq coğrafiyasına gedir. Sadəcə İrandan, Azərbaycandan yox. Bu dəqiqə Birləşmiş Ərəb Əmirliklərində 1 milyona yaxın əslən İranlı yaşayır. 1 milyona yaxın, çox nüfuzlu adamlar da əksəriyyəti. Biznesdə, idarə etmədə, dövlət işlərində və məsələn, Şərcədə, Dubayda xüsusi Fars məhəllələri, İranlı məhəllələri. Çox ciddi bir rəqəmdir, 1 milyon, bəli. Bəli, 1 milyondur, bəli. İkincisi, biz bir tarixi həqiqəti unutmayaq. Bugün nədənsə mən dindən və tarixdən danışdığınız mənə olsun. Məsələ nədən ibarətdir? Məsələn, Bəhreyn adlı bir dövlət var. Ümumiyyətlə, həmən yaxın şərq coğrafiyası, orada dövlətlər olmuyor. İndiki Saudiya Ərəbistanı uzun müddət Saudiya Ərəbistanı müxtəlif əmirliklərdən ibarət kiçik bir dövlət olub. Və bu kiçik dövlət həmişə başqa ölkələrə ekspansiya etməyi arzuluyurdu. Mən indi sizə çox incə və həzin bir qısa xatirə danışmaq istəyirəm. Əminəm ki, bunu bizim tamaşaçıların çoxsu bilmir. Söhbət nədən gedir? Bəhreyn adlı dövlət ki, indi var. Bu Bəhreyn tarix boyu İranın bir vilayəti olub. Hətta İranda uzun müddət İran parlamentində Bəhreynlə olan və yaxud da olacaq deputatlara 2 yer ayrılmışdır. Və bu baxımdan da İranın yaxın şərqdəki nüfuzu həmişə çox yüksək olub. Omanda, məsələn, 100 minlərlə şiə yaşayır. Ümumiyyətlə, Oman əhalisinin əksəriyyəti həmişə şiələr olub. Lakin son illərdə süni demokratik proseslər nəticəsində Oman hakimiyyətinin bilərəkdən yürütdüyü siyasət nəticəsində Oman içərisində şiələrin sayı azalıb. Livanın özündə şiələr Livan ordusunun həmişə yarısını təşkil edirlər və orada Amal, Hizbullah hərəkatı olub, bilirsiniz, şiələrin və Amal hərəkatı indi də var, Michel Aoun desək o yoxdur və s. və s. Amma məsələnin daha bir incə yönü var. Bu da yaxın şərq coğrafiyasına şiələrin təsir imkanlarıdır. Mən bu barədə sizə qısaca danışmaq istəyirəm. Biz əgər düşünürüksə ki, Birləşmiş Ərəb Əmirliklərindəki İranlıların əksəriyyəti 1979-cu ildən sonra ora qaçan və yaxud da alveridən və yaxud da İranın sanksiyalarından yayınmağa çalışması üçün orada kök salmış adamlardır. Xeyr. İran icması Birləşmiş Ərəb Əmirliklərində, Küveytdə, Qətərdə, Bəhreyndə, Saudiya Ərəbistanında 1810-1820-ci illərdə formalaşmağa başlayıb. Məsələn, indiki Dubay şəhərində Əl-Bəstəxiyyə və Əl-Fəhidi 2 məhəllə var. Əl-Fəhidi, orada daha çox İranlılar yaşayır. Əl-Bəstəxiyyədə təxminən 80%-dir. Onlar həmişə İranlıların nüfuz nümayişi sahib. Elə Əl-Bəstəxiyyə məhəlləsinin adı İrandakı Bəstək, İranın cənubundakı Bəstək şəhərindəndir. Və deməli, İran şahı İngilisləri qovandan sonra Şah Abbas Bəndər şəhərinə, həmən şəhərdən yaxınlığında qovandan sonra onun adını, öz adını vermişdi, Bəndər Abbas adlandırmışdı. Bundan başqa İran nüfuzu yaxın şərqdə sadəcə Birləşmiş Ərəb Əmirliklərindən bitmir. Dediyim kimi Oman məsələsi var. Omandan başqa məsələn Saudiya Ərəbistanı var və digər məsələlər var və bu arada ərəblər bu körfəzin necə adlandırılması məsələsini müzakirə edirlər. Vaxtilə Liviyanın prezidenti Müəmmər Qəzzafi çıxışlarından birində, mən bunu ərəbcə deməyim, tərcüməsi belədir. Fars körfəzinin, Xəlici Fars deyirlər də ona, indi də deyirlər. Xəlici Fars sakinlərinin 80%-i İranlılardır. Bu təbii ki, şişirtmədir. 80%, bəli. Bəli. Niyə ona Fars körfəzi deyirlər? Çünki eramızdan əvvəl 6-cı, 4-cü əsrlərdə Əhəmənilər
Eramızdan əvvəl 3-cü əsrdə Parfiyalılar, eramızın 3-cü, 7-ci əsrdə Sasanilər bu körfəz ətrafındakı coğrafiyaya tam hakim oldular. Səfəvilər vaxtında bizim şah babalarımız 1507-1622-ci illərdə Portuqaliyalıları, o vaxt bütün dünyaya meydan oxuyan Portuqaliyanı Fars körfəzindən iti qovan kimi qovmuşlar. 1614-cü ildə dediyim kimi 1-ci Şah Abbas Tamuru adlı Portuqal liman qalasını ələ keçirmişdi və indiki Bəndər Abbas ki var, onu bizim ulu babamız əsasını qoydu 1614-cü ildə. 1602-ci ildə Abbas Portuqaliyanın Bəhreynlə qovmuşdu. Və Bəhreyn İranın bir əyaləti idi. Bəhreyn deməli ciddi bir əlayət deyil. Mən indi sizə dahasını deyim. 1763-cü ildə Ərəb qəbiləsi vardı, Əl-Xəlifə. Əl-Xəlifə Saudiyyənin, Hicazın indiki mərkəzi olan Nej şəhərindən gəlmişlər. 1870-ci ildə onlar Britaniyalılarla və Portuqaliyalarla əl-ələ verərək Əl-Xəlifəni qəbiləsindən bəhs edirəm, Bəhreyni ələ keçirdilər. Və 1871-ci ilə kimi Bəhreynin dövlət qurumlarının üzərində İran bayraqları dalğalanırdı. Və 1971-ci ilə qədər Bəhreyn İran hakimiyyəti tərəfindən İranın 14-cü vilayəti hesab olunurdu. Bu da bir fakt. Amma indiki Saudiya Ərəbistanının hakimi olan Əl-Saud ailəsi hakimiyyətə gəlmək üçün onların qarşısında şərt qoymuşlar ki, siz nə qədər çox şiə öldürsəniz, biz o qədər çox sizə inanacağıq. Məsələ budur. Yəni, o vaxtlar Əl-Sünni ərəblərlə şiələr arasında dəhşətli qanlı qırğınlar var idi və Əl-Saud ailəsinin əli 10 minlərlə şiənin qanına batıb. Bu faktdır. Və bundan başqa hələ Yəmən qırğını var. Yəməndə də Saud ailəsi indi yox, indiki müharibə nədir? 7 il müharibə apardı Birləşmiş Ərəb Əmirlikləri və Saudiyyə Yəməndə deməli Ənsarullah və Əz-Zeyn hərəkatı ilə bu uduzdu. Nəyi vardı? Qoyub qaçdılar müharibədən. Amma bundan əvvəl də Saudilərlə Yəmənilər arasında çox ciddi qan-içən müharibələr olmuşdu və bu müharibələrdə günahsız Yəmənləri öldürmək sanki Saudilər üçün bir milli idman növünə çevrilmişdi. Bunu niyə belə edirdilər? Çünki Saudiyələrin qabağında Britaniya şərt qoymuşdu. Sən sübut eləməlisən, o vaxt Kral Əl-Sauda, hələ kral deyildi, sən sübut eləməlisən ki, sən bizə nə qədər sadiqsən. Yəni, nə qədər çox Yəmənli öldürsən, özünün bizə sədaqətini o qədər tez göstərə bilərsən. Ona görə Yəmənlilər Saudilərlə bağlı olan cinayətlərə səssiz qətliam, səssiz ölüm deyirlər və bunu Yəmənin şimalında da, cənubunda da bu xüsusi qeyd olunan bir gündür.